Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil ferecehum. Salam, əziz, dəyərli, sadiq izləyicilərimiz. Növbəti canlıda hər birinizi xoş gördük. Biz qarşıdakı dəqiqələrdə sizinlə yenə də bəzi mövzulara toxunacağıq, bəzi mövzulara şərh edəcəyik və ölkədə eyni zamanda dünyada baş verən ictimai-siyasi prosesləri sizin diqqətinizə çatdırmağa çalışacağıq. Biz mövzuların müzakirəsinə keçməzdən əvvəl həmişə etdiyimiz ricanı bir daha təkrarlayırıq. Zəhmət olmasa bəyənmələri artırın. Kanala abunə olmamışsınızsa Cavid Cabbarlı kanalına abunə olun və eyni zamanda yorum yazın və paylaşım edin. Əzizlər, canlıya qoşulan dəyərli sadiq izləyicilərimizi biz bir daha salamlayırıq. Orada salam veriblər, xoş fikirlər səsləndiriblər və biz ad-bad çəkmirik, amma hamısına təşəkkürümüzü bildirdik ki, zaman ayırıb bizim canlımızı izləyirlər, fikir yazırlar, paylaşım edirlər, bəyənirlər və s. Həmişə dediyimiz kimi bu bir komanda işidir. Biz ümid edirik ki, inşallah şəxsən bir-birimizi tanımasaq da eyni əqidədə və eyni düşüncədə olduğumuz üçün komanda formasında bu müqəddəs işi qabağa apara biləcəyik. Bir halda ki, düşmən bizim canlıda olmağımızı istəmir, sosial şəbəkələrdə paylaşım etməyimizi istəmir və bizə bir çox, bizim kimilərə bir çox saxta və yalan, ondan sonra şayələrlə bizi bu yoldan çəkindirməyə cəhd eləyir. Amma biz başa düşürük ki, bu düşmənin hiləsidir. Heç bir halda biz düşmənin hiləsinə, şeytanın hiləsinə aldanmayacağıq. Öz yolumuzu, haqq bildiyimiz yolu davam edəcəyik. Əzizlər, siz deməli paylaşımları zəhmət olmasa artırın, bəyənmələri artırın. Mən isə zaman itirmədən birbaşa bugün sizə təqdim etmək istədiyim xəbərləri və o xəbərlər ətrafında təhlillərimizə başlayaq. Deməli, biz son aylarda əsas baş xəbər kimi İran ətrafında baş verən hadisələri əsas götürürük. Eyni zamanda mən istəyirəm siz səslə bağlı bir fikir bildirəsiniz. Səs necədir? Düzdür, biraz əvvəl səslə bağlı, səsin yaxşı olduğu ilə bağlı Tamella xanım Əlizadə fikir bildirmişdi, amma elə bil nəsə internetdə gecikmələr olur. O yüzden siz zəhmət olmasa səslə bağlı məsələni bir daha mənə bildirin. Sonra biz başlayaq. Çox təşəkkür edirəm xoş sözlərinizə görə Tamella xanım. Biz əlbəttə ki, vətənimizi heç bir halda yağı düşmənə təslim etməyəcəyik. Bu istiqamətdə nə bacardıqsa onların hamısını eləməyə hazırıq və Allahın köməkliyi ilə edəcəyik. Bu yolda inşallah Allah bizi mütləq müvəffəq eləyəcək. Çünki bizim deməli niyyətimiz paçdır. Bizim deməli məqsədimiz aydındır. İlahi bir məqsəddir həm də. Ona görə də bu yolda fiziki baxımdan bizim üçün necə nəticələnəcəyindən asılı olmayaraq bildiyimiz bir şey var ki, Allah bu yolda bizi mütləq müvəffəq eləyəcək inşallah. Beləliklə, əzizlər, bugün demək olar ki, bir çox mövzular gündəmdədir.
İtaliya Respublikasının Nazirlər Kabinetinin rəhbəri və baş naziri də deyə bilərik buna, Meloni Azərbaycanda 2 günlük səfərdədir və Avropa siyasi birliyinin, səhv etmirəmsə adı belədir, Avropa siyasi birliyinin 8-ci sessiyası Ermənistanda keçirilir. Bu barədə də deməli məlumatlar var və bundan əlavə mənim diqqətimi çəkən ən ciddi mövzulardan biri Naxçıvanda Zəngəzur yolu adlı bir dindarların bir toplantısı keçirilib. Söhbət burada təkcə Azərbaycan dindarlarının deyil, adı belədir, Zəngəzur yolu tarixin izi ilə mövzusunda konferans keçirilib. Bugün Naxçıvanda və yekunlaşıb. Burada Türkiyədən Qars və İğdır vilayətindən olan dindarlar, Gürcüstandan və Azərbaycandan olan dindarlar, təbii ki, dindar deyəndə ruhanilərimiz nəzərdədir. Ruhanilər bu toplantıya qatılıblar. Bu barədə biraz danışmaq istəyirik və danışacağıq. Və mən dediyim kimi, bugünkü xəbərləri mən başlamaq istəyirəm yenə İran ətrafında baş verən proseslərlə. Təsnim xəbər agentliyi İran Hörmüz boğazında istənilən senariyə hazırdır belə bir başlıqla bir xəbər yayıb. Bugün İran Hörmüz boğazında istənilən senariyə hazırdır. Bunu təslim xəbər agentliyi yayıb. Mənbə bildirir ki, İran ordusu 40 günlük müharibədə olduğu kimi ABŞ qüvvələrinin Hörmüz boğazından keçidinə imkan verməyəcək və bu boğazda hərəkət yalnız İranın icazəsi ilə mümkün olacaq. Hərbi gəmilərə atəş açmadan əlavə başqa senarilər hazırlanıb və lazım olduğu təqdirdə icra olunacaq. Əslində, əziz izləyicilər, biz dünən də belə bir məlumatın yayıldığına şahid olduq. Dünən də İran həm müharibə yoluna, həm sülh yoluna variantına daha doğrusu hazır olduğunu bəyan etmişdi. Əslində müharibəni istəmədiyini, amma hücumlar davam edərsə, xüsusən Hörmüzdə Amerika Birləşmiş Ştatları və Epstein koalisiyası müəyyən problemlər yaradarlarsa, İran bu varyanta da hazır olduğunu bildirmişdi və eyni zamanda mən dünən İslam İnqilabının ali lideri, müəzzəm rəhbər Seyyid Mustafa Xamneyi Həzrətlərinin mesajını da çatdırdım. O da deməli Hörmüz boğazının nəzarətinin İranda olacağını açıq şəkildə mesaj vermişdi. Biz bu barədə dünənləri danışdıq. Mənim indi diqqətimi bir xəbərdə çəkdi. Deməli, Tehran ABŞ-ın İrana məxsus katerlərini batırması iddiasını təkzib edib. Belə bir xəbər də mövcuddur. Bəli, ABŞ tərəfi iddia edir ki, həmişə olduğu kimi yenə də ABŞ media üzərindən deməli yalan məlumatlar yaymaqla öz üstünlüyünü göstərməyə cəhd eləyir. Güya İran hərbi dəniz qüvvələrinə məxsus bəzi katerlərin batırılması ilə bağlı informasiya yaymışdı. İran tərəfi də bunu təkzib eləyib. Bu barədə biz İran ətrafında baş verən proseslərdə hər hansı bir ciddi dəyişikliyin olmadığı üçün biz bugün bu mövzuya o qədər də zaman ayırmaq istəmirik və hesab edirəm ki, bugünkü canlıda İran və Epstein koalisiyası arasında baş verən müharibə 2 dənə informasiyanın sizə çatdırılması ilə kifayət edir. Əziz izləyicilər, eyni zamanda dediyim kimi bugün Meloni, İtaliyanın baş nazirinin Azərbaycana
səfəri də baş tutdu və məlumatda deyilir ki, bu səfər 2 günlük səfərdir. Bu gün və sabah mayın 4-ü və 5-i böyük tərkibdə deməli Meloni Azərbaycana gəlib, artıq görüşlər başlayıb. Onun üçün Heydər Əliyev Hava Limanında geniş və möhtəşəm bir qarşılanma törəni hazırlanıb. Bu barədə də məlumatlar dolanır. Əsas bizim bu xəbərə müraciət etməyimizdə deməli 2 nüans var. Zəhmət olmasa siz bəyənmələri artırın, yorumları yazın. Mən zaman olduqca yorumlara baxmağa çalışacağam. 2 nüans var. Dediyim kimi, niyə bu xəbər bizim üçün önəmlidir? Əvvəla, bu xəbərin mahiyyəti nədən ibarət? Bu səfərin mahiyyəti nədən ibarətdir? Meloni niyə Azərbaycana gəlib və bu səfərdə nələr ola bilər? Biz bu səfər çərçivəsində Azərbaycan-İtaliya münasibətlərinə bir göz atacağıq. Digər tərəfdən biz bilirik ki, aprel ayının 30-da Avropa Parlamenti Azərbaycanla bağlı qərar qəbul etdi. Əlbəttə ki, bu bir siyasi qərar idi. Burada sadəcə digər Avropa ölkələrinə Azərbaycanla bağlı münasibətlərə bir daha baxmaq və Azərbaycanla münasibətləri deməli minimuma endirmək tövsiyələri var idi. Azərbaycan tərəfi də deməli bu qərardan sonra öz mirzələrini saldı oyuna. Əslində mən heç bir halda Avropa Birliyi, Avropa Şurası, Avropa Parlamenti və digər ümumiyyətlə qərb təsisatlarına heç vaxt ədalətli olduqlarına inanmamışam və hər zaman da bu qərb təsisatlarını deməli əksərən hallarda, daha doğrusu əksər halda qərb təsisatlarını mən tənqid etmişəm. Biz çünki tarix həm Avropada yaşayıram. Mənim əslində qərb təsisatlarını tənqid etməyim Avropada yaşamağa başlayandan sonra başlayıb. Və amma burada bir məsələ var. Bu Azərbaycan-Avropa münasibətlərinin bu qədər kəskin həddə gəlib çatması, bu qədər gərilməsi, mən hesab etmirəm ki, bu Avropa ölkələrinin, Avropa Parlamentinin, Avropa Birliyinin və s. bunların günahıdır, yəni təkcə bunların günahıdır. Düşünürəm ki, deməli Avropa Parlamenti, Avropa Birliyi nə qədər ikili standart yürütsələr də, amma hər halda Azərbaycan hökuməti ilə bağlı ortaya qoyduqları iddialarda haqlıdırlar. Çünki onların Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı, eyni zamanda demokratik dəyərlərin təməl prinsipləri ilə bağlı məsələlər olduqca acınacaqlıdır. Xüsusən burada siyasi məhbus mövzusu və s. Amma Avropa Birliyi, Avropa Parlamenti heç bir halda, heç bir zaman bu problemlərə, Azərbaycanda olan problemlərin həllini, xalqın xeyrinə həll olunmasını, daha doğrusu belə cümləni belə qoyaq, xalqın xeyrinə həll olunması istiqamətində hər hansı bir addım atmayıb. Bunlar deməli Avropa Birliyi ölkələri bu problemləri qabardanda əsasən Azərbaycan hakimiyyətindən nələrinsə qoparılması istiqamətində düşüncələr aktivləşib. Buna görə də mən düşünürəm ki, Avropa Birliyi, Avropa Parlamenti və digər ümumiyyətlə qərb təsisatları Azərbaycan hakimiyyəti ilə bağlı nə qədər iddialar, doğru iddialar, haqlı iddialar ortaya qoysalar da, amma o iddiaların icrasında elə də vicdanlı və Azərbaycan dövlətinin və xalqının xeyrinə faydalı addım atacaqlarına o qədər də ümid yoxdur. Yəni ümidsiz davranırlar. Belə bir vəziyyətdə məni düşündürən suallardan biri bu idi ki, belə bu paradoks yaranır burada. Bir tərəfdən Avropa Parlamenti Azərbaycana qarşı məlum qətnaməsini qoyur ortaya. Təbii ki, dediyim kimi bu siyasi bir qətnamə idi. Və bir tərəfdən də İtaliyanın baş naziri böyük tərkibdə 2 günlük Azərbaycana səfər eləyir.
Buradan anladığımız məsələ bundan ibarətdir ki, Avropa Parlamenti, Avropa Birliyi bunlar ümumi fikir səsləndirirlər və bu təqribən siyasi məsləhət kimi də biz bunu deyə bilərik. Amma Avropa Birliyi ölkələri ilə Azərbaycan arasında və digər ölkələr arasında real vəziyyəti ancaq ölkələr özləri tənzimləyir. Bu bir izahdır. Bu da əslində bu izah Avropa Birliyində müəyyən deməli ziddiyyətlərin mövcudluğunu ortaya çıxardır. Yəni sabit qərar, sabit siyasi xətt yoxdur demək olar ki, biz bunu xüsusən son 2 ildə açıq şəkildə görürük. Avropa Birliyində parlamentində, ümumiyyətlə Avropada, Avropa blokunda Avropa birlik sözünün orada olmasına baxmayaraq heç də vahid siyasət yürüdülmür. Ölkələr artıq hərəsi öz maraqların çərçivəsində addım atır, davam edir bu münasibətləri. Biz bunu dediyim kimi son vaxtlar daha açıq şəkildə müşahidə edirik və 25-ci ilin ortalarından başlayaraq yaşadığım Almaniyada qonşu ölkələrlə polis kontrollarının təşkili və Schengen müqaviləsinə qarşı deməli müəyyən sərt addımların nəzərdə tutulması və yaxud da atılması və s. və gördüyümüz bu Meloni məsələsi, səfəri bu dediyimiz məsələyə əsas faktlardan biridir ki, Avropada artıq vahid siyasət mövcud deyil. Hətta bu da Avropa Birliyinin yaxın illərdə deməli parçalanacağını, dağılacağını müəyyən formada proqnozlaşdıra da bilərik məhz bu mövzuya əsaslanaraq. Meloni'nin əsas səfərinin mən hesab edirəm ki, düzdür müəyyən bəyanatlar verildi. Həm bütöv tərkibdə, həm təkbətək görüşlər keçirildi. Mətbuat üçün hər iki tərəfdən müəyyən açıqlamalar verilib. Mən bu detallara girib istəmirəm ki, bu mövzuya çox ilişib qalaq və biz bütün canlını buna həsr eləyək. Amma demək istəyirəm ki, burada əsas İtaliya-Azərbaycan arasında enerji deməli məsələsidir. Və bilirsiniz ki, Azərbaycan qazının, neftinin və xüsusən qazının böyük həcmi Avropa ölkələrindən İtaliyaya ixal edilir. İtaliya təqribən Azərbaycan qazının öz istehsalının, yəni istehlak etdiyi qazın təqribən 10-15%-ni Azərbaycandan alır. Bu TAP layihəsi çərçivəsində formalaşır. Eyni zamanda Cənubi Avropanın deməli Avropa ölkələri üçün, ümumiyyətlə Avropa ölkələri üçün Azərbaycan qazına görə bir qapı rolunu da oynaya bilər İtaliya. Bu barədə də ilkin məlumatlar bundan ibarətdir ki, müəyyən enerji deməli qaz, xüsusən qazın alınması və s. kimi məsələlərdə yeni müqavilələr imzalana bilər. Burada bir mövzu da var ki, ümumiyyətlə Avropa yaşıl enerjiyə keçid dövrünü yaşayır. Ola bilsin ki, Azərbaycan-İtaliya arasında ümumiyyətlə bu qaz sazişlərinin o qədər də uzun ömürlü olmasın. Çünki bu dəqiqələrdə artıq Avropa yaşıl enerji layihəsi üzrə çalışır. Artıq daha doğrusu yaşıl enerjiyə keçid dövrü yaşanır dediyim kimi. Amma hər halda yenə də İtaliya deməli enerji ehtiyaclarından asılı bir vəziyyətdədir. Xüsusən 22-ci ildən sonra bu Azərbaycan qazının Avropaya çatdırılmasında biraz düz Azərbaycan hökuməti bunu çox böyük həcmdə şişirdir. Azərbaycan hökuməti iddia eləyir ki, Avropa bizim qazımızdan asılıdır və s. Amma əslində deməli Avropada ən çox qaz ithal edən Azərbaycandan İtaliyadır. O da ümumi bazarının, istehlak bazarının 10-15%-ni təşkil eləyir.
Digər Yunanistan, Albaniya və digər ölkələr də bu TAP üzərindən, layihəsi üzərindən qaz alır. Demək istəyirəm ki, İtaliya, Azərbaycan arasında bu enerji ixracının, idxal-ixrac proseslərinin artırılması istiqamətində müəyyən deməli yeni müqavilələr ola bilər və bu gözlənilir. Eyni zamanda onu da diqqətinizə çatdırım ki, İtaliya Azərbaycanla Avropa ölkələri arasında ən çox saziş müqavilə bağlayan ölkədir. Təqribən 80-ə yaxın bu iki ölkə arasında müəyyən əməkdaşlıq, strateji, iqtisadi, investisiya sahəsində, hətta təhsil mübadiləsi ilə bağlı müqavilələr və deməli bəzi sənədlər imzalanıb. Demək istəyirəm ki, İtaliya Avropada Azərbaycanın ən yaxın əməkdaş ölkəsidir. Biz ümumi sabah səfərin ümumi nəticəsi ilə bağlı da deməli bu mövzuya əgər ehtiyac yaranarsa toxunarıq. Əziz izləyicilər, zəhmət olmasa siz bəyənmələri artırın və mən bu arada istəyirəm bəli yorumlara göz atın. Salam yazıblar. Çox təşəkkür edirik. Bəli, xoş fikirlər səsləndiriblər. Bir sevindirici haldır ki, deyəsən trollar yavaş-yavaş bizim canlıdan əl çəkirlər, üzürlər. Bəli. Əl-yevmə yəisəl-ləzinə Allah Quranda bir ayə göndərib Maidə surəsində. Bugün Allah düşmənləri sizin dininizdən məyus oldular, əl çəkdilər. Deyəsən o ayə yadıma düşdü. Deyəsən trollar da yavaş-yavaş bizdən əl çəkirlər, məyus olurlar və bilirlər ki, artıq bizim burada bir fikir səsləndirilib. İrəvan və ətraf şəhərlər Azərbaycan Respublikasının tarixi ərazisidir, torpağıdır. İnşallah işğal altında olan İrəvan, Zəngəzur, Təbriz, Ərdəbil, Urmiya, Xoy, Zəncan da azad olar. Qarabağ kimi belə bir fikir səsləndirilib burada yorumda. Bu əslində real görünən bir fikir deyil. Bu deməli Təbriz azad olsun, Urmiya azad olsun, Zəngəzur azad olsun. Bunlar nəyin azadlığıdır? Azad olub Azərbaycan kimi azad olmağın azad olsun deyirik. Azadlıq qulağa xoş gələn bir şeydir. Amma hər şeyin haqqında azadlıq şüarı səsləndirəndə qulağa xoş gəlir. Amma reallıqla məsələyə biz yanaşdıq. Nədən, kimdən azad olacaq və bu azadlıqdan sonra hansı formada deməli bu öz ömrünü davam etdirəcək? Bu məsələlər fikirləşmək lazımdır. Sadəcə şüar xatirinə nəsə yazmaq, nəsə qışqırmaq, bunlar deməli olduqca yanlış bir şeylərdir. Bəli. Mən əslində sevinirdim ki, bugün artıq demək olar ki, son günlər trollar gəlmir, amma açıq şəkildə deməli trollar olmasa da bəzən görsən ki, gözləm yox, deyəsən trollarsız bizim günümüz olmayacaq. Belə, əzizlər, mən bugün iki mövzu haqqında yenə sizlə danışmağımı canlı davam etdirəcəm. Birinci mövzu dediyim kimi siyasi məhbus mövzusudur. Siyasi məhbus həqiqətən günahsız yerə həbs olunan insanların deməli əsir saxlanması, girov saxlanması biz bu mövzunu hər gün gündəm etməliyik, hər gün bu mövzu haqqında danışmalıyıq və bu mövzu ilə bağlı biz dayanmadan planlar qurmalıyıq. Ondan sonra biz dayanmadan təşəkkür edir Tamillə xanım, deyir biz trollara cavab verdik, sağ olun, var olun. Əlbəttə deməli trollar artıq öz
biləcəklər ki, bura onların yeri deyil və buradan məyus olacaq şəkildə əllərini üzəcəklər. Deməli, bu günlərdə mən gördüm ki, bir ciddi məlumat yayılıb. Şəxsən tanıdığım, qələminə hörmət elədiyim Meydan TV-nin əməkdaşı, bəli, bütün siyasi məhbuslara biz azadlıq tələb edirik. Başda Sərdar, Şeyx Sərdar, Hacı Şeyx Sərdar olmaqla, Hacı Talih, Hacı İlham, Hacı Əli Behişti, biz bunların adlarını o qədər çoxdur ki, biz bunların adlarını deməli saymaqla bitirə bilmirik. Qeyri-rəsmi məlumatlara görə təqribən 5000 civarında Azərbaycanda dindar və ruhanilərdən ibarət bir məhbus korpusu var. Və əlbəttə ki, biz bunları təkcə məhbuslar deyil, onların biz ailələrini, ancaq həyat yoldaşlarını da nəzərə alsaq və onların uşaqlarını da nəzərə alsaq, valideynlərini, yəni birinci dərəcəli qohumlarını da nəzərə alsaq və təqribən 30-40 min insanın bu saxta ittihamlarla sadəcə dindarlardan söhbət gedir. Həbs olunan saxta ittihamlarla şərlənərək həbs olunan 30-40 min insanın əziyyətdə adı çəkdiyini biz görmüş olarıq. Çünki onlar deməli özləri düzdür azadlıqdan məhrum ediliblər və onların valideynləri narahatdır, ailələri həbsxana qarşısında olurlar, uşaqları atasız böyüyürlər və biz hələ burada maddi cəhətləri qoyuruq qırağa, mənəvi və insani tərəflərini belə götürəndə ki, maddi cəhətlər də çox olduqca önəmlidir. Çünki artıq Azərbaycanda vəziyyət o qədər ağırdır ki, günahsız yerə həbs olunan insanlara dəstək göstərən şəxslərin də böyük əksəriyyəti həbs olundu. Təqribən 10 il bundan əvvəl ölkədə belə bir kampaniyalar aparılırdı. Siyasi məhbus ailələrinə dəstək kampaniyaları, müəyyən məvaciblər toplanırdı, onların ailələrinə dəstək olunurdu və s. Amma həmən şəxslər də indi artıq məhbus həyatı yaşayırlar və eyni zamanda biz bir faktı deyim ki, deməli, Ramazan ayı bilirsiniz ki, 2 ay bundan əvvəl Ramazan ayı bitdi. Ramazan ayının sonunda fitrə zəkatının verilməsi üçün bir dindar qardaşımızdan biri öz fitrə zəkatını istəyirdi ki, göndərsin Azərbaycanda dini vicdan məhbuslarının birinin ailəsinə və o mənə dedi ki, mən bir neçə həftə öz fitrə zəkatımı o ailəyə çatdırmaq üçün mən həmən ailənin adını çəkmirəm ki, ona qarşı müəyyən təzyiqlər artmasın. Mən öz fitrə zəkatımı həmən ailəyə çatdırmaq üçün bir nəfər tapa bilmədim və məcbur oldum öz fitrə zəkatımı başqa ünvana göndərim. Baxın, ölkədə vəziyyət bu qədər acınacaqlıdır. Bu acınacaqlığa dəhşət də davam eləyir. Biz heç bir halda bu formada, yəni sakitliklə, geri çəkilməklə, bundan sonra sükut eləməklə və s. heç nəyə nail ola bilməyəcəyik. Mən dəfələrlə bu fikri səsləndirmişəm. Ən azı məhbus ailələri, həyat yoldaşları, ataları, anaları, balaları, bunlar toplaşıb etiraz etməlidirlər. Biz bilməliyik ki, bugün bizim deməli, bu hələ məhbusdan xilasımız etirazdan keçir. Etiraz, etiraz, etiraz. Nə qədər ki, etiraz yoxdur, nə qədər ki, sükut var, nə qədər ki, razılıq var, sakitçilik var, hökumət iddia eləyir ki, bəli, elə bunlar həqiqətən cinayətkardırlar və bunlar deməli, öz günahlarını etiraf edirlər, əks halda bunlar etiraz eləyərdilər. Biz dəfələrlə görmüşük, İlham Əliyev bu argumentə əsaslanıb. İlham Əliyev deyir ki, əgər Azərbaycanda vəziyyət normal deyilsə, əgər Azərbaycanda narazılıq varsa, o zaman niyə etirazlar yoxdur? Amma demir ki, biz axı bütün etiraz yollarını bağlamışıq. Etiraz edə bilən heç kim yoxdur Azərbaycanda. Kim etiraz edirsə, dərhal ağır formada cəzalandırılır. Biz üzr videolarının çəkilməsi ilə bağlı dəfələrlə danışmışıq.
kim əgər adi bir sosial məişət problemini belə işıqlandırırsa, təbii ki, bunların hamısı gedir hökumətə çıxır və işıqlandırırsa, o dərhal deməli ağır şəkildə cəzalandırılır. Mənim indi yadıma düşdü, Azərbaycan ümumiyyətlə Avropada boşanma hallarına görə birinci yerə çıxıb. Bu yeni bir xəbərdir. Bu barədə də mən çox güman ki, sabah bu barədə mən danışaram. İndi mən bunu qeyd eləyirəm. Sabah yadımdan çıxmasın, sabah canlıda bu barədə faktlarla deməli, eyni zamanda başqa bəyənmədiyimiz hətta ölkələrdən müqayisəli şəkildə bu mövzuya biz toxunacağıq ki, Azərbaycan boşanma sayına görə Avropada birinci yerə çıxıb. Əzizlər, mövzumuzu biz davam edirik siyasi məhbuslarla bağlı və dediyim kimi, bilirsiniz də, mən heç bir zaman təkcə dindar məhbusları, vicdan məhbuslarını deyil, ölkədə bütün haqsız yerə, günahsız yerə həbs olunan bütün məhbusları mən hüquqlarını müdafiə eləməyə cəhd edirəm, bütün məhbusları gündəmə gətirirəm, bütün məhbuslar haqqında danışıram. Və onlardan da biri əlbəttə ki, Meydan TV-nin yazarı, əməkdaşı, deməli, Aynur Elgünəş adlı bir xanım jurnalistdir. Xanım jurnalistin Aynur Elgünəşin həbsxanada onkoloji xəstəliyə yoluxması ilə bağlı məlumatlar yayılır 2 gündür. Bu bizi olduqca narahat edir. Bilirsiniz ki, deməli, bu saxta ittihamlarla həbs məsələsi təkcə insanların azadlığını əlindən almır, onların gələcəyini əlindən almır. Eyni zamanda onları böyük xəstəliklə də demək olar ki, tanış edir məcazi mənada. Biz bunun nümunəsini gördük. Deməli, keçən il yay aylarıdır, səhv eləmirəmsə, Əvəz Zeynallı, Azərbaycanın tanınmış jurnalistlərindən biri Əvəz Zeynallı onkoloji xəstəliyə yoluxdu və onun, baxmayaraq ki, Əvəz Zeynallı, mən düşünürəm, heç bir, ən azı onun ittiham edilən maddələrlə bağlı heç bir əlaqəsi yox idi və adam heç bir rəsmi vəzifə daşımaya yalandan onun üçün bir kompas qurdular ya o kimlənsə təhdid yolu ilə, şantaj yolu ilə hər hansı bir sahibkardan müəyyən pul tələb edir və s. və onu bu maddə ilə ikinci dəfə, bir dəfə də 11-ci ildə, yoxsa 10-cu ildə, səhv eləmirəmsə 11-ci ildə onu həbs etmişdilər. O zaman Ramiz Meytiyev bu addımı atmışdır iddiası ortadaydı. Amma ikinci dəfə həbs olunanda artıq Ramiz Meytiyev səlahiyyətli şəxs deyil idi və bu da onu göstərir ki, ölkədə həbs qərarlarını ancaq İlham Əliyev verir. Deməli, sadəcə fikir yayındırmaq üçün, diqqəti çaşdırmaq üçün İlham Əliyev yaxşıdır, ətrafı pisdir məntiqinə əsasən müəyyən dövrlərdə ölkədə baş verən bütün çatışmamazlıq hamısı Ramiz Meytiyevin üzərinə yazıldı, günah keçisi olaraq. Biz bundan Ramiz Meytiyevi müdafiə eləmək fikrində deyilik. Ramiz Meytiyev ölkəni bu günə salınmasında demək olar ki, prezidentdən, yəni Heydər Əliyevdən və İlham Əliyevdən sonra ikinci adamdır. Yəni, ölkənin bu günə düşməsində, məhbusların bu vəziyyətə gəlib çatmasında biz əgər günahkar siyahısını tərtib etsək, birinci Heydər Əliyev, İlham Əliyev bunları yan-yana yazacaq, ikinci Ramiz Meytiyevin adı olacaq. Yəni, Ramiz Meytiyev süddən çıxmış ağ qaşıq deyil və Ramiz Meytiyev bütün bu olanların demək olar ki, öz dövründə, təbii ki, səlahiyyətli dövründə olanlarla bağlı vasitəli və bilavasitə aşağı-yuxarı əlaqəsi olan adamlardan biri idi və olduqca kifayət qədər çox Ramiz Meytiyev bu ölkədə ocaqları söndürüb, ondan sonra insanları məhv edib, bu ayrı bir mövzudur. Amma
Deməli, eyni iki cinayətkarın birinə haqq verib digərini suçlamaq bu haqsızlıqdır. Bu məntiqlə mən demək istəyirəm. Biz bunu da Əvəz Zeynallı timsalında gördük ki, əslində Əvəz Zeynallını deməli həbs olunması, onun cəmiyyətin qəti şəkildə Əvəz Zeynallını müdafiə etməsi göründü ki, Əvəz Zeynallını sərbəst buraxıldı. Bunu mən niyə görə deyirəm? Bu bir nümunədir. Kimlərsə ola bilsin fikirləşərlər ki, hökumət Əvəz Zeynallının onkoloji xəstə olduğuna yazığı gəldi, onu buraxdı. Qətiyyən bu belə deyil. Əgər hökumət Əvəz Zeynallının deməli onkoloji xəstə olmasına yazığı gəlirdisə, o zaman günahsız qadınlar ki var orada, günahsız insanlar, yaşlılar, bunlar niyə görə şərlənərək bunları həbs edirlər və bugünə qədər müəyyən şəkər xəstəsi, sonra digər xəstələr var. Bir neçə gün bundan əvvəl deməli biz haqqında danışdıq. İslam Partiyasının Lənkəran şəhər komitə sədri dəyərli insan Hacı İlham Hacıyev ağır xəstəlikdən əziyyət çəkirdi, həbsxanada dünyasını dəyişdi. Ondan sonra keçən il Taleh adlı bir müqavimətçi dindar qardaşımız dünyasını dəyişdi. Bu yaxınlarda bir nəfər də yenə deməli həbsxanada dünyasını dəyişdi. Amma mən çox təəssüf ki, onun adını unuttum. Sonra Vaqif Abdullayev haqqında biz danışmışdıq. O da infarkt keçirtdi. 2012-ci ildə dünyasını dəyişdi. Səbuhi Səlimovu unutmamaq lazımdır. Səbuhi Səlimov ağır ürək xəstəsi idi. Ürəkdən açıq əməliyyat olunmuşdu. Şəxsən tanıdığım adamları mən deyirəm hələ. O da dünyasını dəyişdi. Belə biz sayıb bitirə bilmədiyimiz qədər insanlar, özə bunların hamısı günahsızdır. Bunlar biz günahsız deyəndə nəzərdə tuturuq ki, onların üzərinə qoyulan maddələr əsasən günahsızdır. Saxta ittihamlarla bunlar həbs olunublar. Bunlar həbsxananı haqq etməyən insanlardılar. Bu insanlar həbsdə saxlanıldılar və öldülər. Əvəz Zeynallı da onlardan biri. Əvəz Zeynallı xəstə olduğuna görə deyil, Əvəz Zeynallı cəmiyyətin təpkisinə görə buraxıldı. Cəmiyyətdə deməli bütün insanlar Əvəz Zeynallının müdafiəsinə qalxdılar. Bu bir nümunədir. Qorxmaq lazım deyil. Əgər hər hansı bir deməli hadisədə, hər hansı bir şəxsi müdafiə etmək üçün ümumi cəmiyyətin bir birliyi formalaşırsa, cəmiyyət onu müdafiə etməkdə birlik göstərirsə, vəhdət yarada bilirsə, hakimiyyət geri addım atır. Biz bunun nümunəsini görmüşük. Tofiq Yaqublu nümunəsi də var idi. Onun səhv etmirəmsə ikinci həbsində belə bir nümunə var idi. Sonra Əvəz Zeynallı da bu nümunə var idi. İndi biz yenə də bu məsələdə deməli rəhmətli Gözəl Bayramlı da həbsxanada deməli o onkoloji xəstəliyə yoluxdu və onu o qədər həbsxanada uzatdılar. Amma sonra yenə də mən onu da deməli ictimai qınağın nəticəsində sərbəst buraxılması ilə bağlı düşüncəsindəyəm. O vaxt onu da deməli pul gətirmək məsələsinə görə saxlamışdılar, həbs eləmişdilər. Əlbəttə ki, bunlar saxta ittihamlar idilər. Biz baxmayaraq ki, Gözəl Bayramlının deməli təmsil olunduğu partiyanın siyasi xəttini qəbul etməmişik heç vaxt və həmişə tənqidi mövqe ilə yanaşmışıq rəhmətli Gözəl xanım Bayramlının təmsil olunduğu partiyaya. Amma həm də onun haqsız yerə həbs olunduğunu müdafiə etmişik və Avropada olanda və Almaniyada o onkoloji xəstəliklərinə görə müalicə alırdı. Biz o da şahidimizdir ki, biz bunu bir neçə dəfə də dedik. Ona görə dedik ki, deməli həmin dövrdə Gözəl xanım Bayramlının biz xidmətində dayandıq. Əlimizdən gələn nə vardısa onları hamısını etdik, bir vəzifə birliyi etdik. Amma həmin dövrlərdə cəbhənin, daha doğrusu ad çəkmək istəmirəm, ad üzərində dayanmayaq. Gözəl xanım Bayramlının
öz əqidə yoldaşları, hansılar ki, onlar Avropada yaşayırdılar, tanıyırdılar. Gözəl xanımdan şəkil çəkdirib, gəlib şəkil çəkdirirdilər ki, deyirdilər, gəl Gözəl xanım, xahiş eləyirək, onun xəstə ola şəkil çəkdirirdilər ki, aparıb onu müxtəlif müvafiq orqanlara versinlər və Avropada oturum alsınlar. Gözəl xanım bunu məsələn şəxsən mənə deyib ki, görürsən Cavid bəy, mən nə hayda bunlar deməli gəlirlər, məni incidirlər, narahat eləyirlər, xəstə şəkil çəkdirirlər və amma heç məndən maraqlanmırlar. Həmən o şəkil çəkdirən cəbhədaşları ki, Gözəl xanımın cəbhədaşları, onlar dəfələrlə deməli, çünki Gözəl xanım həftədə 2 həftədən bir ximiya terapiya olunmaq üçün başqa təqribən 300 kilometr aralı bir şəhərə getməli idi. Və o adamlar müxtəlif bəhanələr gətirirdilər, onu aparmırdılar o ximioterapiya olunması üçün o şəhərə. Amma şəkil çəkdirməyə sıraya düzülürdülər ki, gəlin Gözəl xanım şəkil çəkdirək və biz aparıb bunu, hətta Gözəl xanımınla müəyyən deməli həmən şəxslər haqqında müəyyən bir yazılı nəsə də alırdılar ki, onları aparsınlar, versinlər və güya bunların həmin partiyanın əməkdaşı və üzvü olduğuna inam yaransın. Bunu mən ona görə bir dəfə danışmışdım bu haqda, yenə də ona görə təkrarladım ki, həmən dövrlərdə hansı ki o partiyaların əməkdaşları və üzvləri bizlə burada müxalifət oyunu oynayırdılar və bizim deməli buradakı fəaliyyətimizdən narahat olurdular və hətta bəziləri bizim buradan Almaniyadan deport olunmağımızla bağlı müəyyən propaganda aparırdı, müəyyən səs toplamağa çalışırdılar ki, mən burada deməli bu partiyanı tənqid etdiyimə görə və yaxud da İranı müdafiə etdiyimə görə, adım belə qoydular, İranı müdafiə etdiyimə görə, haqqı müdafiə etdiyimə görə, dini mövqeyimi açıq şəkildə qoyduğuma görə və bunlara təslim olmadığıma görə bunlar məni deport etdirmək istəyirdilər. Bunu mən bir haşiyə olaraq dedim. Çünki bunlar hamısı tarix olmalıdırlar, bunlar hamısı yazılmalıdırlar. Mən bu barədə həmən illərdə bir dəfə danışmışdım. İndi də yeri gəlmişkən mən bu məsələlərə toxundum ki, belə hadisələr var. Belə hadisələr deməli heç vaxt unudulmamalıdır və biz bu hadisələrdən dərs götürməliyik. Əlqərəz və eyni zamanda mən yenə də Gözəl xanım Bayramlının haqsız yerə həbs olunduğunu və onun İlham Əliyev tərəfindən öldürülməsini deyirəm. Bu fikirdəyəm ki, Gözəl xanım Bayramlı bəli, haqsız yerə həbs olunmuşdu. O siyasi məhbus idi. O həqiqətən deməli İlham Əliyev tərəfindən zalimanəcəsinə, qəddarcəsinə deməli öldürüldü və həyatla vidalaşdı. Bütün ölənlərə Allahdan rəhmət diləyirəm. Deməli, bu nümunələri mən sadəcə göstərmək istədim ki, belə nümunələr mövcuddur, var. Əgər xalqın bir etirazı olarsa, xalq ayaqlanarsa, sosial şəbəkələrdə, yəni küçələrə çıxmaq da lazımdır. Sosial şəbəkələrdə bu mövzular gündəm olarsa, mən düşünürəm ki, bəli, Aynur xanım Elgünəş də deməli sərbəst buraxıla bilər. Çünki Aynur xanım həqiqətən bəzilərini tanımırlar. Aynur xanım Elgünəş çox dəyərli jurnalistlərdən biridir. Azərbaycan jurnalistika tarixinə, jurnalist tarixinə Aynur xanım Elgünəş qızıl hərflərlə düşə biləcək bir xanımdır. Cəsarətli, fədakar, ondan sonra öz qələminə, öz əqidəsinə sadiq bir xanımdır və hər zamanda əgər siz milli birlikdən danışırsınızsa, o zaman bütün milli birlikçilər Aynur xanımın müdafiəsinə qalxmalıdırlar. Aynur xanım Azərbaycanın milli maraqlarını müdafiə edən, Azərbaycan vətəndaşının azadlığı uğrunda mübarizə aparan, həm də biraz qismən çox az bir formada fiziki qüsuru da var, Allah şəfa versin ona. O zaten əziyyət çəkirdi. İndi də onun deməli onkoloji xəstəliyə yoluxması, düzü mən onun deməli dəqiq, detallı şəkildə bilmirəm
hansı formadadır və xəstəliyin dərəcəsi nədir və hansı orqanda bu xəstəlik peyda olub filan. Amma hər halda heç onu bilməyə də gərək yoxdur. Reallıq ondan ibarətdir ki, Aynur xanım deməli onkoloji xəstəliyə yoluxub və bütün Azərbaycan cəmiyyətinin üzərində Aynur xanımın haqqı var. Çünki Aynur xanım hər bir zaman Azərbaycan vətəndaşlarının haqlarını müdafiə edib. Bax, Aynur xanım dindar deyil. Mən dindar, qeyri-dindar ayırmıram. Mən dindar məhbusları deməli haqsızlığa uğrayan məzlum dindarı necə müdafiə edirəmsə, necə haqqında danışıramsa, qeyri-dindarı da o formada müdafiə edirəm və o cür haqqında danışıram. Aynur xanım baxmayaraq ki, deməli dini düşüncələri qəbul etməyən bir jurnalist qadın idi, qələm əhli idi, amma hər bir zaman həqiqətləri yazırdı. Böhtan, onun qələmindən böhtan mən görməmişəm. Kiməsə böhtan atsın, şər atsın, hakimiyyətə yaltaqlıq eləsin, İlham Əliyevə yaltaqlıq eləsin və istedadlı bir jurnalistdir. Mən əminəm ki, bugün ortada olan jurnalistlər ki var, bunlar İlham Əliyevin mirzəliyin eləyirlər. Aynur xanım həmən o mirzələrdən qat-qat savadlı, istedadlı şəxsdir. Bunu ona görə deyirəm ki, o insanlar deməli, İlham Əliyevin mirzəliyini elib nəyinsə qarşılığında mirzəliklərini edirlər. Amma Aynur xanım onlardan daha çox istedadlıdır. Aynur xanım bir kəlmə hə desəydi, indi çox lüks bir həyatda yaşayardı. Demək olar ki, maddi cəhətdən tam təmin olunmuş bir həyatı mövcud olardı. Amma Aynur xanım bu deməli lüks həyatı qəbul etməyib. Ona görə ki, onun mənəviyyatı vardı, ona görə onun dürüstlüyü vardı, ona görə onun saf bir insan idi. Bu mənada ki, öz qələminə xəyanət etmədi və etməz də. Və bu qələmi də hər bir zaman Azərbaycan cəmiyyətinin xeyri üçün istifadə elədi. Cəmiyyətin də üzərinə bir vəzifə düşüb ki, Aynur xanımın deməli həm müalicəsi üçün səsini qaldırmalıdır, həm Aynur xanımın azadlığı üçün əlindən gələni etməlidir. Bu cəmiyyətin bir vəzifəsidir. Əzizlər, mən bu mövzunu özümə bir borc bildim ki, bu mövzunu biz gündəm eləyək, bu mövzu haqqında danışaq. Dəyərli izləyicilər, siz həqiqətən bizim sadiq izləyicilərimizsiniz, fədakar və dürüst izləyicilərsiniz. Mən adlara baxıram, günlərdir, biz görürük, hətta aylar da deyə bilərik. Eyni adamlar daha çox deməli bizim canlıda iştirak edirlər, vaxt ayırırlar, hər birinizə təşəkkür edirik. Paylaşımları çoxaldın, biz bir komanda formasında bu işi qabağa aparmalıyıq. Mən indi isə istəyirəm bir deməli mövzu haqqında danışım, hansı ki, həmən mövzu haqqında artıq mən anons vermişdim. Dini qurumlarla iş üzrə Dövlət Komitəsi bu məlumatı yayıb. Deməli, dini qurumlarla iş üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği fondunun təşkilatçılığı ilə Naxçıvanda Zəngəzur yolu tarixin izi ilə mövzusunda konferans işini yekunlaşdırıb. Dini komitə bu məlumatı yayıb, öz rəsmi Facebook səhifəsində bu məlumatı yayıb. Bu əlbəttə ki, dünən də belə bir informasiya yayıldı. Azərbaycandan din xadimləri, ruhanilər, təbii ki, bu hansı ruhanilərdən söhbət edir? Hakimiyyətin deməli əlaltısı olanları, hakimiyyətin muaviyyə mollaları da belə deyək. Bunlar eyni zamanda Gürcüstandan dindarlar, ilahiyyatçılar və Türkiyədən də İğdır və Qars şəhərlərindən olan ki, bunların birlikdə toplantısı Naxçıvanda keçirilir. Mən buna qarşı hər hansı bir etirazım yoxdur və burada tədbirin yekununda çıxış edən dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bu cür tədbirlərin mənəvi və dini həmrəyliyini daha da güclənməsinə xidmət etdiyini diqqətə çatdırıb. Bu cümləni niyə oxuyuram? Mənim əsasən bu cümləni, bu mövzunu
bu xəbəri şərh etmək və bu xəbər haqqında danışmaqdan məqsədim odur ki, əzizlər, siz gördünüz tədbirin adı nədir? Tədbirin adı Zəngəzur yolu tarixin izi ilə. Zəngəzur yolu ilə indi gəlin Ramil Məmmədov mənəvi və dini həmrəyliyi haqqında, yəni vida çıxışında, tədbirin bağlanış çıxışında bu mövzuya toxunur, mənəvi və dini həmrəylik mövzusuna. Bu mövzuya toxunub, sonra səsləndirilən fikirlərin ortaq məqsədə qardaşlıq və həmrəyliyin gücləndirilməsinə töhfə verdiyini qeyd edib, din xadimləri arasında əməkdaşlığın dini təhsil və maarifçilik fəaliyyətinin əhəmiyyətinə toxunaraq vəhdət namazı və birgə duaların bu qardaşlığın mənəvi təzahürü olduğunu bildirib. Əzizlər, baxın, məsələ burada bu vəhdət namazı, dində belə bir vəhdət namazı nədir ki, vəhdət namazı? Vəhdət namazı adlı bu bidətdir. Mən bunun bu dini tərəflərini, şəri tərəflərini danışmıram. Bir cümlə ilə vəhdət namazı bu bir şoudur. Bunu qoyuruq qırağa. İkinci tərəfdir, Ramil Məmmədovun səsləndirdiyi vida çıxışında səsləndirdiyi fikirləri də normal protokol qayda olaraq normal qiymətləndirmək olar və eyni zamanda bunlar bir əzbərçilikdir də. Ümumiyyətlə, dini qurumlarla İşçi Dövlət Komitəsinin rayonlarda görünüşləri keçirilir, toplantıları olur. Xüsusən deməli, mən daha doğrusu hər gün medianı izlədiyimə görə və bu temada mənim üçün çox önəmlidir. Buna da çox vaxt ayırıram və görürəm ki, həqiqətən Azərbaycanda nazir və komitə sədrlərindən ən çox elə bu dini qurumlarla İşçi Dövlət Komitəsidir ki, rayonlara gedir. Burada da məqsəd əslində xalqa daha çox xidmət edir kimi anlamına gəlməməlidir bu. Çünki bu din mövzusu Azərbaycanda xüsusən son illər bir nömrəli mövzuya çevrilib hakimiyyət tərəfindən. Hakimiyyət bu mövzunu xüsusi olaraq diqqət mərkəzində saxlayır və bu mövzuda kifayət qədər öz düşüncələrini, öz fikirlərini bu mövzu vasitəsilə Azərbaycan cəmiyyətində yeridib. Dini komitə əslində dövlətin siyasətini, daha doğrusu dini dövlətin siyasətinə uyğunlaşdırmalıdır. Cümləni bir də təkrar edirəm. Dini komitənin əsas vəzifəsi dini, Allahın göndərdiyi dini Heydər Əliyevin və İlham Əliyevin siyasi xəttinə uyğunlaşdırmalıdır. Siyasi xətti dinə uyğunlaşdırmağı demirəm, yanlış anlamayın. Dini bunlar uyğunlaşdırırlar. İlham Əliyev bir siyasi xətt qoyur, indi o özü qoyur, xaricdən kimlərsə qoyur, bu da ayrı bir mövzudur. Və dini komitədə gəlir dinin qaydalarını, dinin Allahın göndərdikləri həmən o İlham Əliyevin qoyduğu siyasi kursa uyğunlaşdırır. Əzizlər, burada gördüyünüz kimi tədbirin adı Zəngəzur yolu, tarixin izi ilə. İndi siz özünüz bir dənə nəticə çıxardın. Yaxşı, bu dindarlar, bu mollalar Türkiyədən dəvət olunub, Gürcüstandan, Azərbaycandan. Bunlar niyə görə yığılıb Zəngəzur yolunu müzakirə eləmədilər? Bilirsiniz də Zəngəzur yolu demək olar ki 20-ci ildən sonra gündəmə gələn bir prosesdir. Keçən illərdə biz demək olar ki bu layihə ilə bağlı hər həftədə bir neçə dəfə bu layihəni, bu Zəngəzur yolu ilə bağlı müəyyən danışıqlar aparırdıq, danışırdıq. Sonra 8 avqust Vaşinqton görüşü, deməli İlham Əliyevlə Paşinyanın 8 avqust görüşü, o sülh Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması mövzusunu deyirəm. Orada da bu Zəngəzur yolunun Trump yolu, TRIP adının verilməsi filan. Yəni bunları ona görə deyirəm ki, təzədən mən bu Zəngəzur yolunun mahiyyəti və s. ki mövzulardan danışmırıq. Əslində burada bu prosesin, bu Zəngəzur yolunun bir siyasi proses olduğunu demək istəyirəm ki, əzizlər,
Və artıq görürük ki, Zəngəzur yolu bir siyasi prosesdir və eyni zamanda onu da xüsusi vurğulamalıyıq ki, Zəngəzur yolu ilə bağlı İslam İnqilabının, İran İslam Respublikasının mövqeyi də açıqdır. Hətta bəzi cuhud politoloqlar, Azərbaycanda fəaliyyət göstərən Azərbaycan dilli cuhud politoloqlar bu mövzudan bağlı İranın üstünə getməsi, İranı təhqir etməsi və s. Mən İranı da düzdür, o qədər də qabartmıram, amma qabartmaya da bilmirəm. Çünki bu ruhanilərin, xüsusən dindarların, deməli, yadınızdadır 22-ci ildə mollaları yığdılar bir yerə və bunu birbaşa DTK elədi, Dövlət Təhlükəsizlik Xidməti elədi, mollaları yığdılar bir yerə və İslam İnqilabına qarşı bir imza toplama kampaniyası apardılar və orada hətta tanınmış ruhanilərin də bəziləri o imza atdı ora. Onlar deməli həmən mətndə təqribən mətn belə idi ki, onlar İslam İnqilabının, İran İslam Respublikasının deməli Azərbaycana düşmən mövqeyini dayandırılması ilə bağlı bir bəyanat verirlər və açıq şəkildə İslam İnqilabının Azərbaycandan düşmən olduğunu demiyorlar ki, aşağı yuxarı elan elədilər. Bu adamlar da oraya imza attılar və İslam İnqilabına bu mollaların vasitəsilə Azərbaycan hökuməti barmaq silkələdi. Sonraki mərhələlərdə məlumdur da, ondan dərhal, həmən prosesdən dərhal sonra Vəhabilərin Azərbaycanda güclənməsi, şeyxin hətta mavinlərindən birinin Vəhabi gətirilməsi, biz o vaxtda bu istiqamətdə müəyyən təhlillər aparmışdıq. Sonra dindarların kütləvi həbsi, 23-cü ildən başladı həbslər, narkotiklə filan kütləvi həbslər başladı və bu nə zaman başladı? Bu proses o zaman başladı ki, mollaları yığdılar, ruhaniləri yığdılar, onlara imza attırdılar ki, İran bizim düşmənimizdir. Yəni o imzalanmış sənədin mahiyyəti oydu. İran bizim düşmənimizdir. İndi də gəlirlər bunlar, məsələni biraz da qloballaşdırırlar. Təkcə bunu Azərbaycanda da eləyə bilərdilər. Sırf Azərbaycanlı ruhanilərin iştirakı ilə də bunu eləyə bilərdilər. Axı, sən əgər mollasansa, sən əgər dini bir titul daşıyırsansa, sənin siyasətə qarışmağa heç bir haqqın yoxdur. Sən niyə görə qoyun kimi başı salıb aşağı, hökumətin göstərişi ilə gedirsən, Zəngəzur yolu haqqında tarixin izi ilə və s. belə bir toplantıda sən iştirak edirsən və deyə bilmirsən ki, axı, mənim adım qoy din, Quran, namaz, oruç, yəni bu şeylərdə necə ki, bu mövzulardan cəmaatın başını alladırsınız. Sizin Zəngəzur yolu ilə bağlı sizin nə işiniz var? Deyə bilmirsiniz, orada iştirak edən, indi şəkillərə də baxın, görün. Hətta bəzən böyük iddiası olan ruhanilər də var orada. Mən də bir adlar çəkmirəm, istəmirəm o adamların adını ağzıma gətirim. Ona görə ümumi formada deyirəm ki, siz axı hər hansı bir seçkidə namizəd kimi qatılmağa sizin haqqınız yoxdur. Bu rejim sizin o haqqınızı əlinizdən alıb. Sizi ancaq ən yaxşı halda sizi özünə mirzə eləyə bilər. Sizi özünə nökər eləyə bilər. Sizin dünyavızı və axirətinizi əlindən ala bilər. Bundan başqa heç nə eləyə bilməz axı. Siz indi niyə görə belə bir məsələdə Zəngəzur yolu ilə bağlı bir toplantı qurur hökumət? Siz də gedib o toplantıda indi bu ictimaiyyətə verilən informasiya bu tam fərqlidir. Mən tam əminliklə deyirəm ki, o toplantının hələ iyisi sonra çıxacaq. Dediyim kimi, məsələni biraz da qloballaşdırırlar. Əvvəl Azərbaycan içində elədilər 22-ci ildə, sonra nələr baş verdi. İndi artıq onu Gürcüstanla Türkiyəni də əlavə eləyirlər ora. Görürük, biz Türkiyədən də məlumatımız var, Gürcüstandan da məlumatımız var. Gürcüstandan və Türkiyədən hansı mollalar ki, onlar elə saray mollalardılar. Onlar bir tikə yala, deməli, hər şeylərini satanlardılar. Elə orada da, biz aşağı yuxarı tanıyırıq da ruhaniləri, Türkiyə, Gürcüstan, Azərbaycan, bu çevrədə, bu ölkələrdə kimin hansı tanınmış ruhanilərdən kimin hansı xəttə olduğunu da bilirik aşağı yuxarı.
Və görürük ki, kimlər ki, fərqi yoxdur, Türkiyədə olsun, fərqi yoxdur, Gürcüstanda olsun, fərqi yoxdur, Azərbaycanda olsun, zalim rejimlərin yalına hürənlər, lap elə açıq textlə deyirəm mən, zalim rejimlərin yalına hürənlər bu gün gəlib Naxçıvanda oturub Zəngəzur yolunu müzakirə edirlər. Siz kimsiz? Sizə kimə səlahiyyət verib? Zaten sizə dün Allah böyle səlahiyyətlər verib və siz o səlahiyyətləri buraxmısınız. Siz bütün Allahın, dinin sizə verdiyi səlahiyyətləri hamısının üstündən bir dənə qırmızı xətt çəkmisiniz. Getmişsiniz İlhamın, ondan sonra Epstein koalisiyasının əməkdaşları, elə Erdoğan da onun əməkdaşıdır. Ondan sonra Gürcüstan o yadımdan çıxdı baş naziri, hökumətin rəhbəri, onlar da onun əməkdaşıdır. İlham Əliyev də onun əməkdaşıdır. Siz gedmişsiniz Epstein koalisiyası ilə əməkdaşlıq eləyirsiniz, gəlib Zəngəzur yolunun müzakirə eləyirsiniz. Bu Allaha nə cavab verəcəksiniz? Mən bir ay bundan əvvəl Epstein koalisiyasının deməli Azərbaycan üzvləri haqqında bir dənə siyahı hazırlamışdım. Ona görə Azərbaycandan, başqa yerlərdən mən nə qədər insan, hətta hörmət elədiyim şəxslər mənə əlaqə saxladılar və bəzi orada adlarını çəkdiyim bəzi ruhani kimi görsənən iblislərin orada Epstein koalisiyasının adlarının olmasına mənə etiraz bildirdilər. Dedilər ki, bu filandır, bəsməşə. Qardaşlar, baxın, həmən adlarını çəkdiyim adamlar bugün bəziləri görsən ki, bugünləri bax buradadılar. Bunlar iblisin balalarıdırlar. Bunlar iblisdirlər. Bunlar gəlib orada İlham Əliyevin, Erdoğanın diktəsi ilə ki, hansı ki, bunlar birbaşa Epstein koalisiyasının üzvləridirlər, Trump'ın ayağının altın öpməyə hazırdılar bunlar. Bunlar Trump'ın lav dodaqlarını öpmək üçün nə istəsən verərlər. Amma dindar adında olanlar gəlirlər, çıxırlar orada ki, biz Zəngəzur yolu haqqında danışacaq. Sən kimsən Zəngəzur yolu haqqında danışırsan? Sən utanmırsan, sən deyə bilmirsən səni öyle dəvət eləyəndə. Axı Zəngəzur yolundan mənim nə əlaqəm? Mən niyə Zəngəzur yoluna gəlməliyəm? Mən niyə Zəngəzur yolunu müdafiə eləməliyəm? Mən niyə Zəngəzur yolu haqqında danışmalıyam? Gör siz nə qədər fərqi yoxdur. Mən həm Azərbaycanlı ruhaniləri nəzərdə tuturam, orada iştirak edənləri, həm Türkiyədəki ruhaniləri nəzərdə tuturam, həm də Gürcüstandan gələn ruhaniləri nəzərdə tuturam. Siz o adamlarsınız ki, Trump'ın Epstein koalisiyasının başında duran adamların yox ha. Trump'ın lav dodaqlarını öpmək üçün hər şeyindən keçən İlham Əliyevin, Erdoğanın nökərlərisiz və nökərliyini eləyirsiniz. Belə din olar. Bu yaxınlarda mən Habil İskəndərli üstad, Habil İskəndərlinin bir çıxışı rastıma gəldi. Çok gözəl deyirdi. Sən gücün çatmır, get taksiratdır elə. Get inşaatla məşğul ol. Axı sən bilirsən, dinin, Quranın ayəsini satmaq hansı ziyanla uğrayacaqsan, necə başa gələcək sənə. Sən bunları bilə-bilə, sən yenə də gəlib oturursan, bu adam durub ki, Zəngəzur yolunu bu müzakirə edir. Hansı ki, Zəngəzur yolunun siyasi bir mövqe olduğunu, Zəngəzur yolunun Epstein koalisiyasının bir hiləsi olduğunu hamı bilir. Uşaqdan da soruşsan Zəngəzur nədir? Deyəcək ki, böyle Trump'ın bir oyunudur, Epstein'in yox. Siz Trump'a xidmət edirsiniz. Bu nə imandır? Utanmırsınız, o Quranı qarşısına qoyanda, açanda, o Quranın ayələrindən utanmırsınız siz. Ölmürsünüz siz. Belə din olar. Ola bilsin, mənim indi bu cür danışıqlarımdan, bu səslikdən kimlərsə İraq tutacaqlar, inciyəcəklər, məndən əlaqəni kəsmək istəyəcəklər. Yenə də, elə bayaq qulaq asırdım, təsadüfən qabağıma çıxdı. Hacı Habil İskəndərli deyir ki, mənim bu sözlərimə görə
möminlər heç vaxt məndən inciməzlər. Çünki həqiqətləri deyirəm. Amma qeyri-möminlər də inciyirlərsə incisinlər. Heç onların inciyib inciməmələri mənə aidiyyatı yoxdur. İnciyirlər, incisinlər, incimirlər, özləri bilərlər. Yenə də mən onun sözünü mən də təkrar edirəm. Həqiqətən dəyərli sözdür. Qardaşlar, mənim bu cür danışıqlarımdan, bu cür fikir bildirmələrimdən möminlər inciməzlər. Hətta möminlərin ürəklərinə su səpilir. Deyirlər, Allah rəngli fikir bildirirlər. Amma qeyri-möminlər ki, mömin timsalındadılar, mömin simasındadılar, onlar da inciyirlər, incisinlər. Olmur belə. Sən əgər ölkədə bir otaqda qaldığın tələbə yoldaşın həbs olunub, bir kənddə böyüdüyün ruhani dostun həbs olunub, haqsız yerə, ona yanına gedə bilmirsən, onunla maraqlana bilmirsən, onun adını ağzına gətirə bilmirsən, amma İlham Əliyevin göstərişi ilə gedib sən Zəngəzur yolunu müdafiə edirsən, Zəngəzur yolunu müzakirə edirsən, sən anlamırsan, burada oyuncaqsan, səni peşka kimi atıblar ortaya. Bunu anlamaq o qədər çətindir. Sənə əgər sərbəstlik veriblərsə, çıxıb utanmaz deyirsiniz ki, Azərbaycanda din sərbəstdir, hamı danışa bilər, hamı dinin yaşaya bilər. Əgər sərbəstdirsə, andız ki, sizin ürəyinizdən Şeyx Sərdarı və digər o ruhaniləri müdafiə eləmə ürəyinizdən keçmir. Mən bilirəm ürəyinizdən keçir və o qədər də vicdansız deyilsiniz. Amma siz ki, özünüzə satmışsınız bu zalim rejimlərə, cəsarəti çatmır. İman zəifliyidir. Necə ki, İmam Hüseyin əleyhissalam ki, gəldilər, tək qoydular. Elə bilirsiniz ki, o İmam Hüseyini tək qoyan küfəllər, onlar bilərəkdən istəyirdilər tək qoysunlar, yox. Çoxu da istəyirdilər, eləsinlər, imama kömək eləsinlər. Çoxu da o məktubu yazıb imza atanda ürəklə atmışlar, sidqlə atmışdılar. Allatmaq niyyəti ilə atmamışdılar. İmam Hüseyinə torba tikmək niyyəti ilə atmamışdılar. Belə deyirlər ki, imam gəlsin, qiyam eləsin, biz də qoşulaq ona. Biz ona kömək eləyək. Amma onların cəsarətləri çatmadı. Amma onların çatmadı. Çatmadı. Niyə? Bəzilərinin arvadları çıxdı. Filmdə də vardı. Dedilər ki, sən getsin, sənin uşaqları kim saxlayacaq? Arvadları qoymadı. Bəzilərini dünya malı, bəziləri pul, müxtəlif, bəziləri muxtar kimi basdılar içəri. İmama qoşula bilmədi. Həmən mövcud da. Siz bunları danışırsınız. İndi məclisdə olanda heç kimə imkan vermirsiniz. Bülbül kimi cəhcəh vurursunuz. Bəh-bəh, ərəb dilində deyir, sonra şərh eləmək, hələ gedib onu babdan baba salıb, hansı siğədəndir, hansı babdan mazisi necə olur, müzarisi necə olur, o sözün bütün formalarında deyirsiniz. Ki, görsünlər ki, yox, ərəb dilin qrammatikasından zaten xəbəriniz var. Amma da bilmirsiniz ki, elə küfə əhli ilə sizin nə fərqiniz var? Siz də istəyirsiniz ölkədə dini mühit yaransın. Amma onu yaratmaq üçün bir addım atmaq lazımdır da, bir muxtarlıq eləmək lazımdır. Bir kişilik eləmək lazımdır. Bir o şiyyət sözün içində danışırsa, ağız köpüklənə. Onda o şiyyə necə olmaqdır, onu birinci özünüzdə yaratmaq lazımdır. Bir İslam'a göre bir tane şille yemeğin tadını görmək lazımdır. Amma görürsən, birinin altında inamarka, yaxşı evi, eşiği, ondan sonra hamısı brend paltarlar, brend saatlar, bahalı telefonlar. Siz din haqqında danışmağı haqqını itirmişsiniz. Bu çox ağır olacaq və Zəngəzur yolunun siyasi olmasını hamı bilir. Bütün dünya bilir. Siz də bilirsiniz. Bütün dindarlar Gürcüstan, Türkiye, Azərbaycan hamısına aiddir. Bunu bilə-bilə siz yenə də gedib Zəngəzur yolunu müzakirə edirsiniz və Zəngəzur yolunun açılmasında Azərbaycanın zalim, qəsbkar hakimiyyətinin mövqeyini dəstəkləyirsiniz. Dolayısıyla həbs olunan bacı qardaşlarımıza siz onların həbsini haqlı hesab edirsiniz. Hələ mən digər məsələləri demirəm. Buna görə Allaha cavab verə bilməyəcəksiniz.
Ayıb olsun sizə. Mən əminəm ki, cəhənnəm siz üçün necə də səbirsizliklə gözləyir. Bu belə iş olar. Sən get başı çox hökumətin siyasi məsələlərinə alət ol, peşka ol. Nə qədər adam axundluqdan çıxdı, nə qədərsi çıxarıldı. Deməli, siz hələ axundluqdan qalırsınız və bu məsələlərdə öndə gedirsiniz. Deməli, sizin elə əvvəldən məlumunuz da məsələlər. Alqərəz, əzizlər, bu həqiqətən mənim üçün çox ciddi bir məsələdir. Azərbaycan ruhaniləri gərək bu siyasi oyunlara getməsinlər. Mən düşünmürəm ki, bu məsələlərdə nə isə bilməyiblər. Hamısını da yaxşı bilirlər. Hamısının da xəbərləri var. Zəngəzur yolu haqqında da məlumatlıdırlar. İndi kimə desəm, məsəl üçün Zəngəzur, adama imkan verməyəcəklər. O qədər orada müəyyən terminlərdən istifadə edib danışacaqlar. Amma gəlib Azərbaycan bəli, zalim, qəsbkar hakimiyyətinin Zəngəzur siyasətini dəstəkləyən bir toplantıda iştirak eləmək və hökumətin orada siyasətini müdafiə eləmək, bu birinci olaraq mömin, müsəlman qardaşlara xəyanətdir. Hələ mən Quranı, Allahı, Peyğəmbərə xəyanəti qoyuram qırağa. Bu birinci olaraq o qardaşlara xəyanətdir. Hansı ki, onlar bugün dinə görə əziyyət çəkirlər. Hacı Sərdar hansı cinayətinə görə həbs olunub? Biəyi zənbin qutilət, Quran deyir, hansı günaha görə öldürüldü? Hansı günahına görə o 6 dənə hicablı qadın həbs olub? Hansı günahına görə o 9 dənə jurnalist qadın həbs olunub ki, biraz əvvəl danışdıq, onlardan biri də onkoloji xəstədir. Hələ 6 hicablı bacımızdan da biri onkoloji xəstədir. Digər ruhanilər hansı günahlarına görə həbs olunublar? Bunlar məgər İslam'a görə həbs olunmayıblar? Sizin bəlkə şübhəz var. Bunlar Allahın qanununu hər şeydən üstün tutduqlarına görə həbs olunmayıblar. İndi siz bu zalim rejimlə, bu dəyərli, mərd, kişi kimi kişilərin, kişi kimi qadınların həbsinə bu yolla haqq qazandırırsınız. Və gedib Muaviyənin, Yecidin nökərçiliyini eləyirsiniz. Ayıb olsun. Mən buradan bir daha xatırladıram. Ayılın. Özünüzə gəlin. Düzdür, çətindir belə məqamda ayrılmaq, geri dönüş eləmək. Amma ayılın. Sonrası gec olacaq. Sonrası gec olacaq. Əzizlər, çox təşəkkür edirəm. Bəli, ümid edirəm ki, bugün bizim üçün də yenə də hər gün bunu deyirəm, faydalı oldu. Biz bəli, bugün də gündəm mövzularına aid danışdıq. Bəli, Əli əleyhissalamdan bir dənə hədis oxuyum və bu mövzunu bugün yekunlaşdırım. İmam Əli əleyhissalam buyurur ki, "La yaqumu mulku zalimi illa bi a'vanihim." Zalimin hakimiyyəti yalnız onun yardımçıları ilə ayaqda durar. Yəni, əgər zalimə yardım etməsələr, o zalimin hökuməti ayaqda dura bilməz. İndi siz özünüz təsəvvür edin, görün, bugün bu zalim, qəsbkar, quldur Əliyev rejiminin
mövcudluğunu siz necə də qoruyursunuz? Siz onu dəstəkləməklə bu rejimin mövcudluğunu siz qoruyursunuz. Siz ayaqda saxlayırsınız Əliyevi. Mən burada həm dindarlara özümü tuturam, orada iştirak edənlərə, həm Əliyevin nökəri olan, köləsi olan ruhaniləri, mollaları nəzərdə tuturam, həm də ki, cəmiyyətə özümü tuturam ki, əziz cəmiyyət, əziz Azərbaycan xalqı, biz gəlin Əliyev rejiminin mövcudluğuna vasitə olmayaq. Bu qədər yazıqdıq, məzlumanə yaşayaq, məhrum formada yaşayaq, qiyamətdə də gəlsin desinlər ki, sən Əliyev rejiminin mövcudluğuna dəstək olmusan. Onda dünya və axirət, xəsərət dünya və axirət, hər ikisi getdi əldən. Yazığıq. Heç olmasa biz zalim rejimin şəxsən Əliyev tayfa hakimiyyətinin mövcudluğuna, varlığına biz vasitəçi olmayaq. Bunun altından çıxa bilmərik. Onun Zəngəzurla bağlı təşkil elədiyi tədbirlərə gedib qatılmayaq. Onun varlığı ilə bağlı başqa bir hədisdə deyir ki, zalim qiyamət günündə zalimə dəstək olan onunla şərikdir. Hətta o zalimin qələmin yontsa da, İmam Sadiq əleyhissalamdan bu hədis, o zalimin qələminin mürəkkəb qoyur, o mürəkkəbini versə də, sadə bir şeydə deyirlər ki, mən qələmin yoxmuşam. O qədər əhəmiyyətlidir zalimə dəstək olmamaq. İslam o qədər əhəmiyyət verir ki, deyir, uzaq ol. Zalim bir atəşdir. Mütləq ona yaxınlaşdıqca səni də deməli candırıb kül eləyəcək. Əzizlər, mən bir daha hər birinizə təşəkkür edirəm. İnşallah ümid edirəm ki, tezliklə Allah bizə yardımcı olacaq və biz zalim rejimin sonunu görəcəyik inşallah. Azərbaycan məzlum xalqının xilasını görmək ümidi ilə inşallah bu zalim rejimin, Əliyev tayfa hakimiyyətinin tezliklə zəlil, məhv, nabud olmasını görmək arzusu ilə Allahdan dua eləyirik, istəyirik ki, ilahi, bizim gücümüz ancaq duaya çatır. İnşallah bu zalim rejimin məhv et tezliklə. O bacı qardaşlarımız ki, onlar saxta ittihamlarla həbs olunublar, bu zalim rejim həbs edib, o bacı qardaşlarımıza tezliklə izzətli azadlıq nəsib elə. İnşallah. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Əzizlər, hər birinizə təşəkkür edirəm. Sağ olun, Allah amanında qalın və gəlin Allahı və ölümü heç bir zaman unutmayaq. Allah amanında.